Uşaq otağının həm yenidən dizayna, həm də korreksiyaya ehtiyacı var idi. Qarşımızda isə bizi seçim prosesi gözləyir. Gedək görək nələr seçirik. Burada da uşağın həm yaşına, həm də maraqlarına uyğun doğru seçim etməyə çalışırıq. Səbirsizliklə təmir prosesinə başlayırıq. Cəmafər xanım, biz birazdan otağa daxil oluruq. Nə hiss eləyirsiniz? Çox həyəcanlıyam və səbirsizliklə gözləyirəm ki, necə alınacaq. Otağı ilk gördükdə ürəyinizdən nələr keçdi? Bizə nələr deyə bilərsiniz? Düzü bu qədər gözəl alınacağına inanmırdım, amma düşündüyümdən də gözəl alınıb. Çox sağ olun. Süleyman bəy, bəs bu yenilənmə prosesində ən çətin və ən maraqlı hissə hansıları idi? Müəyyən qədər biz çətinlik çəkdik, xanımla fikir ayrılığına düşürdük bu material seçimlərində falan. Biz çalışdığımız qədər xanımın zövqünə daha çox üstünlük verdik və bir çox detallı ona görə qərar verdik, amma çətin deməzdim onu. Yəni işin maraqlı tərəfi mən deyərdim buna. Abşeron Ticarət Mərkəzi və bizim izləyicilərimizə nələr demək istəyirsiniz? Abşeron Ticarət Mərkəzinin rəhbərinə və bu layihənin rəhbərinə təşəkkür edirəm. Sizin hər birinizə təşəkkür edirəm. Bu da Abşeron Ticarət Mərkəzinin körpələrimizə olan hədiyyələridir. Xoş günlərdir. Çox sağ olun, təşəkkür edirəm sizə və Abşeron Ticarət Mərkəzinə. Hər dəyişiklik biraz sevinç, biraz da yenilik gətirir. Biz də Cəmafər xanımın ailəsi ilə birlikdə bu hissləri keçirdirik. Növbəti otaqda isə bizi daha maraqlı dəyişikliklər gözləyir. İzləmədə qalın.